YouTube, Instagram və TikTok hesablarımı takip edib videoları bəyənib dostlarınızla paylaşmağı unutmayın. 16 noyabr tarixində 10-cu siniflərə OTK sınaq imtahanında salınmış sual izahına baxaq. M və N çox hədləri üçün bu çox hədlərin cəminin dərəcəsi bizdən istənilir. Gəlin əvvəlcə bunları toplayaq. Oxşar olan bir hədliləri sadələşdirək. Cüt-cüt götürüb. 3x üstü 5, y üstü 4 bəli var. Bunları toplayanda 0 edər, çünki əks bir hədlilərdir. X üstü 4, y üstü 4 burada da var, burada da toplayıram olur. 2 dənə x üstü 4, y üstü 4. Daha sonra y üstü 6, y üstü 6 toplayıram. 2 dənə y üstü 6 edər və 12 ilə də 3-ü toplayaram 15 edər. Deməli, cəm budur və bu ifadənin dərəcəsini bizdən istəyirlər. Burada x üstü 4, y üstü 4 toplayıram, üstlərin 8 edər. Burada y-in üstü 6'dır. Bunlardan hansı daha böyükdür? 8 daha böyükdür. Ona görə də düzgün cavab B variantıdır.